Və rafizilər kimi hər dəfə deyirəm, necə İbn Teymiyyə deyir, yer üzündə yalancı ikinci tayfa yoxdur. Böyük İslam alimi olan Şeyxülislam İbn Teymiyyə də səhv axtarır, tapmağa çalışır. Halbuki həmin alimə Mizzidir, böyük əhl-sünnə alimləri Mizzi, İbn Həcər və digərləri Şeyxülislam adı veriblər. İbn Həcər rahimehullah deyir ki, Buxarını şərh edən İbn Həcər deyir, həqiqətən də İbn Teymiyyə haqq olaraq Şeyxülislamdır, İslamın şeyxidir. 700 ildir, 700 ildən çoxdur. Heç bir şiə alimi və ya alimləri yığışıb onu Minhecü's Sünnə kitabına cavab yaza bilməyiblər. Niyə görə? Çünki cavab vermək qüdrətində deyirlər, səviyyəsində deyirlər. Siz ona cavab verə bilməzsiniz. Çünki elə mükəmməl rədd edib ki, siz ona cavab verə bilməzsiniz. Mümkün deyil yəni. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Debat fərarisinə, suallarımızdan, bəhslərimizdən qaçan fərariyə və həmçinin İbn Teymiyyəni müdafiə edən digər fərariyə, hansı ki o da bizim suallarımızdan və bəhslərimizdən qaçıb, heç birinə cavab verməyib. Övdükləri, təriflədikləri şeyxlərinin, Şeyxülislam hesab etdikləri İbn Teymiyyənin 23-cü bəhsimizdir ki, yalanını ifşa edirik. Bundan qabaq 22 bəhs hazırlamışıq. Baxın, görün bu adam nə cür yalan danışır. Minhecü's Sünnətin Nəbəviyyə kitabına müraciət edirik. İbn Teymiyyənin kitabı Təhqiq Doktor Muhammed Rəşad Səlim 7-ci cild, səhifə 371. Əllamə Hilli rahimehullah burada bir rivayət gətirib. Hədis-ü tayr deyirlər buna. Bir dənə toyuq, bir dənə quş yeməyə gətiriblər Peyğəmbər üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, ilahi, sənin yanında ən sevimli şəxsi yolla mənimlə bir yerdə bunu yesin. Və İmam Əli əleyhissalam gəlib. İbn Teymiyyə də özünə əl qatıb ki, bu səhih deyil. 371-ci səhifədə görün nə deyir. Deyir, vəl cəvabu min vucuhin. Güya indi bir neçə cavab verir. Gəlir çatır bir yerdə. Deyir ki, innə hədisət tayri ləm yərvihi əhədun min ashabi sahih. Deyir ki, həqiqətən də tayr hədisi, bu hədis, onu heç bir səhih nəql eləyənlər nəql etmirlər. İndi yəqin Buxari və Müslim nəzərdə tutur və yaxud da 6 kitabları var ki, İkisi səhihdir, o birislərin də çoxunu səhih hesab edirlər və yaxud da hamısını səhih hesab edirlər ki, mühüm deyil. Sonra deyir, وَلَا صَحَّحَهُ أَئِمَّةُ الْحَدِيثِ. Bunu hədis imamları səhih hesab eləməyiblər. Gəlib çatıb 372-ci səhifəyə. Deyir, وَسُئِلَ الْحَاكِمُ عَنْ حَدِيثِ الطَّيْرِ فَقَالَ لَا يَسِحُّ. Hakimdən soruşdular, tayr hədisi barədə, dedi ki, səhih deyil. Hakim Nisabur nəzərdə tutur. Bədbəxtçiliyə bax ki, adamın kitabına təliq yazan, adamın kitabını təhqiq eləyən şəxs zeylində lə yəsihhu sözünün üzərinə bir qoyub, aşağıda yazıb ki, zəkərtu fit təliqi sabiq, deyir, mən bundan qabaqki keçən təliqdə, yəni təliq budur ki, yəni səhihdir, araşdırır. Burada deyir, mən qeyd elədim, kələmə Şəvkani, Şəvkaninin kəlamını, sözünü ki, sünnə alimdir, vəhabilərin də böyük alimidir, və qavləhu, və onun bu sözünü innəl hakimə səhhəhəl hədisə, hakim hədisi səhih hesab eləyib. Baxın, adama, yəni bizə ehtiyac yoxdur çıxaq bunun yalancı, şeyxül kəzib olduğunu çatdıraq insanlara, yalan şeyxi. Öz müəlliqi, mühəqqiqi deyir ki, bu hədisi mən zikr etmişəm, hakim bunu səhih hesab eləyib. Səhifə 372-də deyir. Həmçinin Əl-Musaddəqu aləs-Sahihin kitabına müraciət edirik, Hakim Nisaburun kitabı 3-cü cild. Darul Hərəmeyn l'ittibaati və nəşri və təvzi' tərəfindən çap olunan nüsxə. 3-cü cild səhifə 152, rivayətin rəqəmi 4713. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm quş əti yeyəndə dedi, Allahümmə ətini bi əhəbbi xalqikə iləykə yəqulu mə'i min həzət tayr. Deyir, ilahi, sənin özü ən sevimli olan şəxsi mənə yetir, mənim üçün göndər, mənimlə bu quşu yesin. Bunun nəqlərindən sonra deyir, Həzə hədithun sahihun alə şərti şeyxin və ləm yuxrucahu. Buxari və Müslimin şərtinə əsasən səhihdir. Yəni, onlar bunu sadəcə kitabında gətirməyiblər. Başqa rivayətləri ki, gətiriblər sahih kitablarında, sahih Buxari və Müslimdə, necə gətiriblər? Ravilərini səhih hesab ediblər. Həmin şəraitdə, bu hədis də həmin şəraitdədir. Raviləri səhihdir, gətirməliyirlər. Raviləri siqədir, etibarlıdır, belə deyək ki, səhihin şərtləri var onlarda, amma öz kitablarında gətirməyiblər bunu. Amma hədis səhihdir. Yəni, adam qırmızı deyir ki, hakim bunu deyib ki, bu hədis səhih deyil.
Öz təliq yazan deyir ki, xeyr səhihdir. Və bu da Hakim Nisaburunun kitabı. Deyir ki, hədis səhihdir. Amma debat fərarisi suallarımızdan yayınan o birisi İbn Teymiyyə müdafiə edən o biri fərari də şeyxlərini öyürlər. Bu şeyxə heç kim cavab verə bilməyib. Mən nə bilim söküb dağıdıb və s. və ilaxır Şeyxülislamdır və s. Budur da sizin şeyxiniz. 23 sənə bəhs hazırlamışıq İbn Teymiyyənin yalanları silsiləsindən. Buyurun, hünəriniz var, çoxun biriniz bunu cavablandırın. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.